Təbii fəlakətlər gözlənilməz və qarşısının alınması mümkün olmayan hadisədir. Daşınmaz əmlak sığortası belə fəlakətlər zamanı maddi ziyanları ödəyərək sərmayələrimizi qoruyur. Lakin bir çox bölgələrimizdə, xüsusilə də Aran bölgəsində əhalinin böyük qisminin bu sığorta növündən xəbəri yoxdur. Əməkdaşlarımız mövcud vəziyyətin səbəbləri ilə maraqlanıb, izləyək. Müşahidələr göstərir ki, ölkədə daşınmaz əmlakın icbari sığortası heç də kütləvi hal almayıb. Vətəndaşlar əksər hallarda daşınmaz əmlaklarını sığorta etdirməkdən yayınır. Bu baxımdan regionlarda vəziyyət daha pisdir. Nəticədə hadisə zamanı əmlakına ziyan dəyən vətəndaş çətin vəziyyətə düşür. Evinizi sığortalatdırmışsınız mənzilinizi? Xeyr, sığortalatdırmamışıq, amma indi məlumat aldım ki, avtomobillərlə yanaşı evlərin də sığortalanması təklif olunur. Mən indiyə qədər eşitməmişdim ki, evləri sığortalayırlar. Bir müddət əvvəl kənd sakini Zakir Yunusova məxsus fərdi yaşayış evində baş verən yanğın zamanı ailəyə böyük məbləğdə maddi ziyan dəyib. Əmlakını sığorta etdirmədiyinə görə çətin vəziyyətə düşən ev sahibi deyir ki, əmlakın icbari sığortası barədə məlumatda olmayıb. Harasa bir 2000-ə yaxın, 2500-ə yaxın ziyan dəydi. İstəməzdim də heç kimdə olsun belə bir şey. Yəni sığorta elətdirmək lazım idi də vaxtında. Biraz gecələtdirdim sığortanı. Amma hamıya məsləhət görürəm ki, sığorta eləsinlər. Digər sakinlərdən fərqli olaraq Salyan rayon sakini Vitali Abbasovsa evini vaxtında sığorta etdirib. Allah canların sağ edəsin, məlumatlandırdılar ki, sizin eviniz sığortalıdır. Bölgələrdə icbari sığortanın əhalini əhatə etmək faizi olduqca aşağıdır. Baxmayaraq ki, icbari sığorta müqaviləsi bağlamamağa görə cərimə də nəzərdə tutulub. 30 manat sığorta ödənişi etdikdə rayonlarda 15.000 manata qədər dəymisyan ödənilir. Lənkəran, Sumqayıt, Gəncə şəhərlərində 40 manat sığorta haqqı ödəməklə 20.000 manata qədər dəymisyan ödənilir. Bakı şəhərində 50 manat sığorta haqqı ödəməklə 25.000 manata qədər dəymisyan tam ödənilir. Görünən odur ki, əhalinin böyük əksəriyyətinin bu sığorta növündən xəbəri yoxdur. Yalnız bəzi notarial sənədləşdirmə zamanı bu sığorta növünə üst tuturlar. Yaqub Mehdioğlu, Vüqar Qaliboğlu, Fidan Səfər, Spayız Xəbər, Salyan.